Herkese salam, mən Ayxan. Bugün uzun bir müddətdən sonra təkrardan birlikdəyik. Sözün açığı 3 dəfə xəstələndim bir ay içində. Ona görə də video ata bilmədim. Yəni sırf xəstə olduğum üçün atamadım, amma sizlərdən ötürü çox darıxmışam. Bunu biləsiniz və şərhlərinizi də oxuyurdum, görürdüm və mənim üçün darıxdığınızı çox yaxşı bilirəm. Bugün təkrardan Talih Ağayevin videolarına baxırıq. Uzun bir müddət idi ki, video çəkmirdim və qərara gəldim ki, ən çox xoşuma gələcək videolardan birini çəkirəm. Atam hər eşitdiyi adam mənimlə müqayisə etməsi. 10 milyon euro mükafat kazandı. Arda Güler. Əhsən bala. Əlbəttə ki, Arda Gülər. Elə Arda gülməlidir. Mən güləs deyirəm ki, bunun kimi oğlana param gülər, boyum ağzı partlasın. O günlər demişəm ki, get bir dəstə petruşka, bir dəstə keşkeş, bir dəstə soğan al. Gedim üstümə cimri təkər alıb gətirib. Ay sən, 84 yaşın var, ağrım. Bir qardaş, adamın adında da olmalıdır. Bu Arda Gülər. Ay, adı 12 milyon eurodan başlayır. Bax, Ruzi Bərəkət yağır adından. Buna bax, Məhməd Quliyev Qanda. Yox bir, qatqabı, İlgəl adından baş satlayır. Arda Güler ata nenesinin yubileyine Madrid şehrinin 50%'ını aldı ve hediye etti. Əhsən sənə, maşallah. Bax, gör nənəsdə gör nə eləyir. Yoxsa bu öz nənəsdə mənim anama. Bayramlıqdır, getdim arvadın qabrının üstünə bir. Getdim bir bayramlıq aldım qoyum. Axşam getdim ki, konfet yoxdur. Sən 3 kilo konfetin acısısan. Öl cil yerə bəlli, vaxt adamsan da, oğruyur konfetləri. Arda Güler'in az yaşı olmasına bakmayarak öz servetiyle top 90'a girdi. Ala, bu da girdi də bala, bu da girdi. Hara girdi, girə bilmədi ha. 6 dənə məllim yanına qoydum. Əslində verset devri. Girən elə mənə girdi 60 manatlar. Gelib bir yerə girə bilmədi. Əsəbləşsin. Evet, haber kesilip ve nezerinizde sattırmak istiyor ki Elon Musk öz oğluna tenteneli toy getirderek ona Bugatti hediye edecek. Hanım mənim sigaretim, çıxım sigaretim. Elon Musk deyir ki, oğluna bir dənə təntənəli toy keçirdib deyir. Deyir Arda Gülər 8 milyon. Amma əslində baxın, hər kəsin mən deyərdim ki, indi bilmirəm %80'in atası belədir ya. Məndə də belədir vəziyyət. Yəni nə yalan deyim. Amma belə bir söz deyim də sizə, bu düzgün bir şey deyil kimləsə müqayisə etmək. Sözün açığı burada ironidir, gülmək üçün paylaşdılar, amma yəni bizdə bu şeylər yığışdırılmalıdır, yəni kim kimdən nəysə. Bəlkə də kimsə evində atası deyir ki, məsələn, bax indi filan kəs bunu eləyir, sənin atan da onun uşağını, məsələn də, yəni. Əslində bir-birinizdən xəbəriniz oluyor, tema budur. Bir dəfə mənim başıma gəlmişdi bu imtahan ərəfəsində. Onda mən evdə dedilər, o qədər dedilər ki, bir dənə dostu vardı. Getdim, dedim ki, kirmişdir da artıq bəsdir. Dostum da niyə bu qədər böyüdürsən dediyi həmin dost. Düzgün çıxmır. Ha, nə oldu? Nə iş var burada Leyla? Mən çağırdım, darıxmışdım. Darıxmışdım nədir? Ne olacaq, dostumdur da. Salam. Necəsiz? Dünən sənin xəbərin oldu. Mən getdim axı rayona. Aha. Rayona getdim, gəldim. Hə, buradayıq, Targovda. Əzizlə qalsın, belə münasibət olar. Dostum Zaurdur da. Sən niyə dostun Zaura not atsan? Ne olacaq, dostumdur da. Qardaş, bəlkə bir madın olar. Yox qaqaş, nağdım yoxdur. Nəqdin yoxsa eybi yoxdur. Belə kartın var, kartdan karta ata bilərsən. Mən kartdan 41, kart ata 69. bilmirəm, dostum. Faiz tutur. Belə bankomat var burada, çıxardı belə verər. Ay dostum, sən başa düşmürsən ki, mən sənə pul verməmək üçün fırladıram? Niyə verim ki mən sənə pul? Hə? Sap sağlam adamsan, 2 əlin yerində, 2 ayağın yerində. Necə xəstəliyin var? Yox. Temboyda xəstəliyin yoxdur. Niyə görə mən sənə pul verməliyəm? Vallahi bu sağlamlıqla heç kim dilənməz. Düz deyirsən. Bu cür sağlamlıqla kim deyir mənə pul verən? Sağ ol qardaş. Sən də sağ ol. Allah sonunda Qardaş, bəlkə bir Temaya bax. Nəysə bir iki öncə heç demirdim belə, sonunu yəni belə təsəvvür eləmirdim. Bir sözdən dirəşib pul almaq üçün. Kim dört? Məni belə böyüdən olan. Futbol oynayayım lan uşaqlarla. Ay baba, kurban olayım eleme bıçakladı baba. Yaşandı. Ay baba, yaxşı, bak yaxşı baba. Ay baba, yaşandı, təəssüf yaşandı. baba yaxşı kurban olayım. Ay baba. Bir də oğlum var belə. Hamur yaymaq üçün. Ay baba bu şu an gözleri niye böyle? Nəvəsinin sadəcə yuxulu şəkli Kırmızı görür. ocağın üstüne. Bağrım yarıldı tez müessese. Əslində öz uşağına bunu eləyir. Yuxuda prosta təzə durubdu, ona görə göz elədi. Narahat olma, yaxşıdır. Yeməyi
solğun canına qurban olum. O uşaq elə pis olubdu. Nəvə övladdan daha şirindir deyirlər, amma mən təbii ki də bilmirəm, hardan bilə bilərəm ki. Yəni bilənləriniz varsa yazsın. Şirinim, balam mən gəldim Zərif. neynim? Görsənə nə Zərif, almışam. yaxşı da, Günə xahiş bir dənə öyle, bir dənə öyle, elə. Bəs nə oldu dünənləri it kimi qabağımda diz Evdə çöküb kimsə var, hava 100% yadda verirdin, dərsini indi yalan eləmirsən? arasın. Dava pişim. Zərif bir dəqiqə dayan da. O hissimi. Neyse. Zor. Miyavlayan oğlan. Əsəbləşmə də sən pişik. Zor temal. Bir dənə ayran, bir dənə də şaurma verərsən də zəhmət olmasa. Qardaş mən diyetadayım. Mən şaurma verməm. Mən deyəcəm. Buna bir dənə pişik yemi verim. Allah heç nədən mən dünənlər ona görə əsəbləşdim, dava saldım elə orada. Brat əsəbləşmə. Pərdə açıq qalanda anamın beynindəki ssenari. Ən maraqlı yerində bağladılar. Sən palit elədin də çıxqa çıx. Deyirsən o eşitdi. Mən yavar tutalım, mən məşəm tutalım. Dedi, sən bir xala. Həqiqətən, amma əslində bu çox pis şeydir. Burada binada falan qalanlar bilir. Bəzi adamlar var çox beş-beşardır, yəni. Bildiyim bir pəncərələrə baxır. Atam tapşırdığı işi səhvsiz görəndə atamın gözündə mən. Aha. Aha, gözə Heç başıma gəlməyib. Görən olsa, Turqay gözə yığacam səni. aha. Nəsə şübhələndi. Ay zevir. Aha. Onlarda oğlunun döyülməsinə atanın reaksiyası. Oğlum, anan dili dalaşmısan, nə məsələdir? Çöldə mənə söz atdılar. Mən də onlarla dalaşdım. Heç yaxşı eləməmisən, Zon. Yaxşı deyil, onlar sənin dostlarındır. Sən onlarla bir böyüyürsən, mehriban olmalısınız, bir olmalısınız, bir oynamalısınız. Bu əməllərindən ötürü gələcəkdə peşman olacaqsan. Dur gedək indi mən sizi barışdırım, belə olmaz. Dur. Düz deyirsən ata. Heç nə olmaz oğlum, narahat olma. Hamısı Bizdə. başını yarığına bak. Doyamadın oğlum. Onu böyle vuramadın onu sen. Vurdum lan alavarım ata. Hayır vurdum vurup doyup Türk telefon getirip nerede dalaşmışsınız? Qeyrət üstündəydi dalaşdı. Senin 12 yaşın var ne gayret? Ha gayret sözün yazsam onun yanında balacasan. Oyda. Başını da bağlayayım. Sen o vakit manaya koydun ben. Niye doyamadın oğlum? Dəhşət tema. Mən də döyüm. Ay üstüne koymuşsun beni doyar. Beni doyardı. Bize bir şey doyardı. Üstüne doyup çalmazdı. Onun dedesini ben silemişim o şaha baktı. Bütün satmıyor. Onlarla bir komik başım patladı. Dış kabağımı benim gözümün kabağında doyasın. Ata ben çözüm. Güləşdi deyim. Doyamazsan ben vuracağım onu. Sen dış kabağıma. Ata güləşdi nə demək? Başını yaralan başını sarıqına bak. Sür bak. Amma əslində onlarda olan məsələ düzdür. Niyə? Çünki mənim o vaxt başıma gəlibdi belə bir tema. Mən bir uşaqla dalaşmışdım, onda da uşaq idim. Dalaşdıq, sonra elə oldu ki, biz yəni atam sayəsində onlarla təkrardan bir araya gəldik. Yəni hardan haraya məsələsi idi. Ona görə də çalışıb daha yaxşı ünsiyyətlər qurmaq lazımdır həyatda. Dalaşmaq yersiz bir şeydir. Kişilərin yasda söhbət dəyişmə sürəti. Ne bileyim. Çok böyle fani değil. Bu ilk başlarda olur da bu söhbət. Hiç ne görmüştür ya. Ronaldo'nun qazancı 5 milyondur. Ay zəbi. Bunu çıx Georgina xərci 2 milyon zat. Şey eləməz ha. Bir 4 zad eləyərəm. Yox, bu makyajı zadı çox. Hər krupda da var da, bax belə kalkulyatoru telefonun ilk səhifəsində saxlayan adam. 2 milyon gedər hə. Arkadaş mənim yadıma gəlirdi, axşam vaxtı idi. Gəldin, mən verdim də sən Lagondanı. Qardaş deyirəm sən Lagonda məndə deyil. Mənim öz Lagonda var. Bax bir dəfə də gəldi ki, gedək rayona. Ürəyində qaldı oraya. Ayda. Özü qaşət də kebab çəkər. Yadınızdadır. Kebab çəkmişdi. Kebabı bəlkədir onun. Görürsüz də özünüz. Hə qardaş, mənim öz Lagonda. Oğrusan, vapşam oğrusan. Kimə deyirsən ha oğul? Ay, buna bax. Qonşu. O Nihat, necəsən qardaşım? Sağ ol qonşu, sən necəsən? Sağ ol, yaxşı olasan. Deyirəm xəbərim var bu qonşu Hikmətdən. Maşın al bax özünə axırıncılardan. Özü də ev tikdirib rayonda 3 mərtəbəli. Hə, sağlığına qismət. Allah yaxşısını qismət eləsin. Xeyirli olsun. Xeyirli olsun deyəndə ki, güya biz bilmirik necə alıb onu. Hələ bu yavərin qızı var. Hansı? Leyla? Ay sağ ol Leyla. O dünənləri gözə bir dənə maşınla gəldi, postledini, qara cipdə.
Qaqaş gəldi, düşürtdü, getdi. Qəşəng nişanlısıdır qonşu. Ala nə nişanlı, nə sevgili, güya bilmirik nədir o. Mən onsuz da gözüm su içmirdi o qızdan. Onu görəndən sonra vəhşi. Qonşu bir daha salam. Salam qonşu. Bu İqbal əmi var ya. Deyirəm kişidə bu nə enerjidir? 65 yaşı var kişinin. Kişi 2 dənə obyekt işlədir, oradan pul qazanır. Hələ özü də işləyir, üstəlik də bir dənə pensiya alır. Allah canı sağ eləsin. Yaxşı insandır Nə İqbal. yaxşıdır. Hələ bu yan qonşumuz var. Saxla bir dəqiqə. Qutar da, nə vaxtda kimi belə eləyəsən, sən? Filan kəs bunu elədi, filan kəs qonşu bunu aldı, filan kəs qonşu bura getdi. Nə vaxtda kimi öz burnunu soxarsan hamının həyatına. Yaxşı qonşu. Sağ ol. Sağ ol. Aha, təkrar gəldi. Seymur niyə insan qardaşım? Sizin bu yan qonşu Nihat yoxdur. Amma arvadı da Oyda. Həqiqətən belə bunların hamısı insanlarda boşluqdan əmələ gəlir. Yəni çoxdur belə insanlar təəssüf ki. Konkret rayon havası deyib bura, hə? Gedəsən rayonda yeyəsən, içəsən, 1000 manat xərcləyib qayıdasan Bakıya. Dəhşətdir. yox, nə dağ havası. Bu dəqiqə bir sənin havası var. Gedəsən girəsən mola, qəşəng shopping eləyib çıxasan. Ayda. Nə shopping hə? Neysə. Nəsə bir tema var bu içində. Murat, avreni vurup niye sağ ol demedin ki? Yol verdi sana. Yo, yol verdi keçdim də. Niyə avariylə vurum ki? Ağzımız qurudu Esundan Murat. Al et. O nədir elə? Bu Murat, Bizon Max təzə çıxıb, tavrın tərkiblidir. Dadı da əla. O birlərindən də bir manat ucuz. Al, nuş elə. Yox, mən belə şeylər içə bilmirəm ki, qarnımı köpürdür. Mən belə çiyələkli, laktozasız südlə, çi oreolu milkshake xoş. Hələ çinə kakaolu qatılır. Onlar nədir? Laktoza ilə içə bilmirəm. Yeməli şeydir yoxsa içmə? Benim kim oldu Murat? Yarım saat etqan var. Hə, de bardakçokda var elə, oradan götür. Allah, piso qaqaş, piso. Onsuz da mən sənə şübhələnmişdim. Ülke pomada pikdi, ala, piso. Nə danışsan sən? Qızım dünəndən maşında qaldı, dedi ki, qoy maşına götürərəm səndən. Allah, hə. Benim düşdü. Özdə o pomada deyil, layner. Konkret rayon Neysə. havası. Atalar iş görəndə dillərinin dəyişir. Nə ata, başa düşmədim. Yaşaldı əzizim. Gözünə akı ver o mənə. Nə yapar, mən nəyə götürüm verim sənə? Mən tüzəmi doğru mənə. Ata, sən başa düşmürəm, bunun ağarım, nəyi verim sənə, başa düşmürəm mən səni. Sənin için. Arasında gör nə deyir, mən başa düşmürəm. Ne oldu ihtiyar? Vay Rasim, mən tüzəmi mənə. Zalım kömək istəyir də, ya kömək eləyir ona. Oyda. Gözümü pamukı ver mənə. Arasında nə deyir? Cətsiz ver mənə. Vay, gözümü pamukı ver Cətsiz ver Başa mənə. düşmürəm mən sizi, mən sizi başa düşmürəm. Cəsimsən ha. Boştu ya. Araba var içeri. Neysə da. Bir dənə yorum var yazıb real həyatda. Yox, mənim atamdan götürülüb. Ay bana bu 3 gündə otağın sənin 2 gündədir ki, bu otağını yığışdır da. Yəni mən yığışdıracam da, səhərdən də eyni şey deyirsən, nə olubdu? Ananın üstüne niye kışkırırsan ay baba? Arvad gel bize bir iki tane çay ver bir atabala dertleşeceğiz. Ha oğlum bu ilk dəfə deyil mən sənə görürəm ki, ana bunun üstünə qışqırırsan. Sənə xəbərdarlıq edim ki, heç yaxşı eləmirsən. Həmişə görməzdən bilməzdən gəlirəm, amma səbrimin bir yerinə qədər. O bir anadan əlavə bir qadındır oğlum. Qadınlarla yol tapmaq əslində çox asandır. Onlarla bir şirin danışıq, dediklərinə əməl eləmək, üstlərinə qışqırmamaq, davranış qaydaları, onlar çox vacib amillərdən biridir. Yox, mən elə deməm. Atalardan əbəs yerə deyil ki, oğlum o misal. Analar müqəddəsdir. Doğrudan da analar müqəddəsdir. Yəni elədir. Analarla davranış qaydalarını bilmək lazımdır. Sənə bir ata məsləhəti oğlum. Çox peşman olacaqsan. Çox peşman olacaqsan. Mən dəymə soğaram hamısı canım. Mən ağrətə saçımı görmüsən. Mənim ağrətə saçımı görmüsən sən. Hə? Hamam sütət qoysa qaba ağappaqdır. Emosiyadır o. Neysə, bu bəzi şərhlərə baxırdım bir yandan da. Şərhlərdə bəziləri tamam başa düşmür. Yəni bu əslində gülmək üçün, yəni belə bir şey təbii ki də eləmək olmaz. Ustadan həmin o sözü eşidərsən. Nəsə çıx-çıx səs gəlir. Hə, gözlə bağlayım o gəlir. Uşaqlar dedi ki, nəsə 50-60 manatlıq xərci var.
İndi sən bir dənə özün də bax da, yəqin yarım saatında da alar da. Çox xırda bir şeydir. Elə belə çıx-çıx səsi gəlir. Sən yenə özün bir dənə bax gör. nə Oy bu. 2000 getdi. Qardaş, bir dənə duz verərsən də zəhmət olmasa. Baş üstə müəllim. Sinif yoldaşı. Samir. Allah Kənan. Aha, necəsən? Nə var, nə yox, bro? Ha, bura sən necə buralarda? Ofisiant zat işləyirsən burada. Aha, yox, brat, nə yapsın? Öz məkanımdır. Elə istədim ki, bir dənə belə maraqlı yer açım. İnteryeri amma maraqlı olsun, elə olsun ki, heç yerdə olmasın. Elə fikrimə belə mağara aid nəsə belə şeylər gəldi. Elə düzdüm, qoşdum. Şükür Allah, işlədirik də, yaxşıdır hər şey. Xeyirli olsun. Ay yadında Kənan məktəb vaxtları. Biz baş sınıranda oxuyanda sən oxumurdun, eləmirdin. Aha. Ancaq koridorlarda, nə bilim, çöldə beyillənirdin. Müəllimlər deyirdi ki, səndən bir adam olmaz. Prosto necə oldu sən belə obyektlar? Çünki qardaşım, siz hazırlıqlara gəlib baş sındıranda mən ancaq rahat yol axtarırdım. Nəsə bir şey eləmək istəyirdim. Açığı düz deyirsən, brat. Sözü açıq elə Belə bacarıqlı səhərdən ola bilirsən axşama də kimi əslində. hazırlıqlarda olanda sən özünə rahat yol axtarırdın. Kaş elə biz də quru maaşa oturub baxmazdıq hər ay. Sən Yəni. kimi bizneslə məşğul olardıq. Nə biznes olur? Necə yəni? Yəni bizneslə əldə eləməyibsən bu obyekt zat. Pupsik. Ay Pupsik. Bugün mənim 65 yaşım olur. Biləyimdir. O xalası var, elə biznes. Gedim yoldayacam da yaxında. Öpürəm də Samir, bura, qulluğundayam. Sabah Qəşəng. ört olarsan. Olaram yaxın. Ürərsən. Ürərəm, bağla zəncirə gəzdir nə qədər. Maşallah, nə qədər böyümüsən. Salam da verirsən. Deyirəm nə qədər böyümüsən. Məni də tanımısan. Nə demək sən ağsaqqalsan? Niyə ki Ha, mən arıq balaca gədəydin, Deyirdik səndən adam olmaz. Maşallah indi böyümüsən, saqqallı yekə kişi olmusan. deməli bu vaxta kimi Heyf o günlərdən, heyf o xatirələrdən. O vaxt həmişə yerlənsəkdən yıxılırdın, ağlaya-ağlaya üstümə gəlirdin. Mən də sənin başını qatıb top-top oynayırdım həmişə. zəhrim var oğlum. Şərəfsiz, sən özün də var mən oğlum deməyə. Hə? Tüpürüm mənim adım açdığım bütün obyektlərə. Tüpürüm sənin verdiyin Porsche-yə, açarı başıma dəysin. Tüpürüm sən o Maldivdə mənə tikdirdiyin adaya. Oydu. Mənə ata sevgisi lazım idi, ata qayğısı. Pulla almaq istədin, rədd ol, danışma, heç nə başlama mənə. Tüpürüm sənin kimi. Getdi hamısı bütün obyektlər. Çox sağ ol, ağsaqqal. Sən yenə qaçmısan ağsaqqal. Doktor buradan tapmışam. Yaxşıda qaç. Axşam Ronaldo'nun oğlu sünnətidir, ora gedəcəm. Aparın mən qəssaba, saçımı qıtdırım. Qəssabda saç çıxdırma. Nəysə dostlar, bugünkü videonun da sonuna gəldi. Videomu bəyənsə like atıb aşağıdan kanalıma abunə olmağı unutmayın və bunu da unutmayın ki, sevilirsiniz.